Balde mən bunu açıq şəkildə deyirəm, Balde yoxdur. Balde futbol oynaya bilmir artıq. Və əgər bu video nə vaxtsa Dekonun, Laportanın qarşısına çıxacaqsa, zəhmət olmasa o Baldeni satın. Balde çox yaxşı oyunçudur. Sürətli oyunçudur, texnikalı oyunçudur, amma o adamın beyni yoxdur. O adam çox beyinsiz bir oyunçudur. Və onu Barselonada əsas müdafiəçi kimi saxlamaq absurd olardı. Absurd olardı. Cancelo isə artıq öz prime'ında deyil. Bəli, biz onu Xetafe ilə oyunlarda oynada bilərik, nə bilim Elche ilə oyunda oynada bilərik. Amma yüksək səviyyəli klublara qarşı bu adam oynaya bilmir. Grimaldonu Leverkusen 10-15 milyon arasında satmaq istəyir. Artıq Beşiktaş oyuna razılığa gəlir. Barcelona Grimaldonu Leverkusen'dən ala bilmir ha kişi. Öz yetirməmizdir də bu Grimaldo da indi yaşı çoxdur, okey, amma bu adam Barsaya uyğun bir oyunçudur da bunu almaq olar da müdafiəyə. Dəqiq götürmələri var, o ara ötürmələrini görür. Cərimə zərbələri var. Yəni Barsa sisteminə uyan oyunçudur. Siz bunu niyə görmək istəmirsiniz?